bütün Həzrəti Zeynəb salamullahi aleyha sevərləri bu mübarək Mövlud münasibəti ilə təbrik edirik. Allahdan istəyirik bizlərə bu günün içində, bu Mövludun içində nə xeyirlər varsa hallarımıza aid eləsin və bayramlığımız, qəlblərimizin qəsavət basılmış o halı bu Mövludun içində olan o nuraniyyəti ilə qəlblərimiz inşallah təskiyə olunsun, paklansın, təmizlənsin. Və xanım Zeynəb salamullahi aleyha adından göründüyü kimi də atasının zinətidir. Əmir əl-Möminin Həzrəti Əli əleyhissalam mübarək kimliyi əslində bütün varlığın zinətidir. Onunla din kamala çatır. Onunla Allahın nemətləri tamamlanır. Onunla İslam dini Allahın razı olduğu hala gəlib çatır. Belə bir əziz şəxsin övladı və onun zinəti olmaq əslində həm də əməli həyatda da o cür təzahür olur. Gerçəkdən də atasının zinəti. Allah nəzər salsın hamımızın halına, bir daha hər birimizin mövludu mübarək olsun.